Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli sərəncamına əsasən 2026-cı ilin ölkəmizdə şəhərsalma və memarlıq ilə elan olunması bu sahəyə göstərilən dövlət qayğısının bariz ifadəsidir. Qeyd olunub ki, müvafiq sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 4 mart 2026-cı il tarixli qərarı ilə tədbirlər planı təsdiq edilib və hazırda bu istiqamətdə ardıcıl işlər həyata keçirilir. Diqqətə çatdırılıb ki, şəhərsalmada əsas amillərdən biri insan faktorudur. Xüsusilə ailələrin rifahının təmin olunması prioritet istiqamət kimi önə çəkilməlidir. Bu məqsədlə yaşayış komplekslərində məktəblərin, uşaq bağçalarının, parkların və istirahət zonalarının əlçatan olması vacibdir. Memarlıq və şəhərsalma prosesində ailə, qadın, uşaq və gender məsələləri xüsusi əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2026-cı ili şəhərsalma və memarlıq ilə elan etməsi ölkəmizdə bu sahənin inkişafına verilən yüksək dəyərin bariz nümunəsidir. O qeyd edib ki, nazirlik olaraq gənclərin şəhərsalma və memarlıq sahəsinə marağının artırılması, onların bu istiqamətdə bilik və bacarıqlarının inkişafı prioritet istiqamətlərdəndir. Bu məqsədlə müxtəlif maarifləndirici layihələr həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov minilliklər boyu formalaşan memarlıq ənənələrinin bugün müasir yanaşmalarla yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Tarixi abidələrin qorunması və bərpası istiqamətində görülən işlərin milli irsin yaşadılmasına xidmət etməklə yanaşı, şəhər mühitinin müasir tələblərə uyğun qurulmasına şərait yaratdığı vurğulanıb. Digər çıxış edənlər mövzunun aktuallığından bəhs edib gənclərə tövsiyələrini veriblər. Tədbir dəyirmi masa formatında təşkil olunub. Gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb. Oruç Mirzəyev, Arzu Sadiqov, NTV Xəbər.